Ad günü keçirməyə məkan axtaranlara məndən qardaşyana məsləhət. Sizə menyusu baha olmayan bir yer göstərim. Deməli, Hacıbəy restoranının bu seti 10 nəfərlik bir məclisə artıqlaması ilə bəs eləyir. Fikir verin, bu setin ucu bucağı görünmür. Çünki içi çox boldur. Təsəvvür eləyin ki, hərəsindən 2-2 olmaqla məzələr, salatlar, fast foodlar, fındıq lahmacunlar, pidələr, sac yeməkləri və kabablardan masada barmaq qoymağa yer olmur. İçki olaraq suyu, düşesi, kampotu, ayranı və kolası da öz yerində. Məzə və salatları o qədər çoxdur ki, isti yeməklər gələnə qədər adam mədəsini aldada bilir. Əgər pidə və lahmacunlarla aclığını öldürməsən, səni qarşıda 2 dənə çox ləzzətli toyuq və ət sacı və qarışıq kabablar gözləyir. Bu setin qiyməti 200 manatdır. Əsas məsələ isə hədiyyələrdir. Bir də cəmaət bura ən çox bilsən niyə görə gəlir? Məsələn, ad günü var adamın, qeyd eləmək üçün yer axtarır da. Bir də torta, fişəngə əlavə pul vermir də, setin içində verirlər. Öz aramızdır. Ad günü keçirən ailə üçün görün nə qədər sərfəlidir. Tortdur, fişəngdir, çaydır, meyvədir. Bunlara əlavə pulunuz çıxmır. Hamısını bir setlə həll etmiş olursunuz. Nə vaxt bu məkana gəlirsən zalları doludur. Səbəbi də çox sadə. Sərfəli setləri var. Ona görə də cəmaət axın eləyir. Üstəlik servis haqqı da yoxdur. Qarşıda ad gününüz varsa buranı yadda saxlayıb yoxlaya bilərsiniz. Məkan Biləcəridə Məlik Aslanov küçəsində yerləşir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.